Salam əziz dostlara. Gedən ki bir dənə gözəl məntəqənin gözəl karvansarasını bahəmbərcəsi eləyək. Əslən görən ki karvansara nə deyərlər? Və aya inki karvansaraların dəfinəsi olar? Və əgər olsa, hansı nöqtəsində olar? Bunların hamısını qədəm-bə-qədəm bahəmbərcəsi eləyəcəyik. Bir qədimi karvansaranın böyründəyəm. Buranın təbiəti fövqəladə gözəldir. Böyrümdən çay suyu söşək. Qabağımız yekə çimənzardır. O qismətdə tək bulaq varımızdır. Və o yolu ki müşahidə eləyirsiniz. Qədimi bir yoldur. Qədim zaman. Bura karvani bir yol imiş. Öcür kanımız qəşəhləyirsiniz. Karvansaralar. O qədimi istirahətgahlara deyərlər ki, tacirlər orada istirahət eləymişlər. Vaxtı ki bir dənə ticari yol olaymış. Çün qədimkilər atla, qatırla və dəvə ilə alverə gedəymişlər. Məsafətin uzaq olduğuna görə Məsirdə bəzən bir dənə, bəzən də neçə dənə karvansara zürrəymişlər. Ta tacirlər karvansaranın içində istirahət eləyərlər. Yolumuz nə qədər uzun yol olsa və ticari yolumuz nə qədər ərzişli ticari yol olsa, tədadı karvansaralar da yuxarı olacaq. Bizim bu məsirə ticaridə 3 dənə karvansara varımızdır. Əvvəlmincisi budur, bundan da oyna. Yine də 2 dənə vardı. Karvansaraları Əbrişəm yollarında zürrəymişlər. Alver fəqət Əbrişəmdən çıxmaymış. Qədimkilər həm Əbrişəm alver eləymişlər, həm cəngəldə ağac alver eləymişlər, dəryada balıq alver eləymişlər və köşənlərdə arpa buğda və hətta mal-heyvan alver eləymişlər. Pəs karvani yollar o yollara deyərlər ki, orada ticarət eləymişlər. Bizim bu karvani yolumuz Əbrişəm yoludur və mühüm yolların birindəndir. Bu karvansaranın qidməti İslamıdır və zamanı Səfəvidə zürranıbdır. Bu karvansaraya Karvansarayı Şah Abbasi deyilər. Karvansara mürurə zamanda uçub və bir qismətləri təzədən tikilibdir. Vəli bəzi yerlərdə o saxtarı əvvəliyyəsi qalıbdır. Karvansaralar həm İslamdan qabaq var imişlər, Döran-ı Əşqanidə və bexüsus Döran-ı Sasanidə, həminki Döran-ı İslamidə. Çün İran özü böyükdən tolid konəndə Əbrişəm idi. Bexüsus Döran-ı Səfəviyyədə Şah Abbas Əbrişəmi ki İranda zürran idi və mərğub bir Əbrişəm idi. Həmsayə keşvərlərə sadir eləydi. Hətta Avropai keşvərlərlə cəx bu Əbrişəmimiz sadir olaymış. Ona görə İranın əksər mənatiqlərində karvansaraları müşahidə edirik ki, əksərində adı Karvansaray Şah Abbasıdır. Taxtçalardan da orada qalır ki, qədimkilər bunların içində vəsail qoymuşlar. Vəsaildən mənzurum odur ki, təla cəvahirət olar. Məsələn, yemək vəsailləri. Bir miqdar həvvarılar da burada əncam tapılıbdır. Karvansaranın öz içində də bəzən dəfinə olayı. Bunu münkir ola bilmərəm. Vəli vaqən hər sözləri demək olmaz. Çün bücür karvansaralara sədəmə vurarlar. Baxız, mükəbi qədimi acurlardan da burada vardı ki, Döran-ı Səfəviyyə mərbuddur və mütməinnən bunun əbadı da bistərbist olacaq.
İndi bu karvansaranın bir dənə də əsli yerini siz üçün görsədim ki, ehtimalən o zaman bu karvansaranın sərtxanasıymış. Tağına baxız. Bunun üstü murur zamanla uçub tökülübdür. Cədidən bunun üstünə təliz töküblər. Yenə də üstün palçıqlayıblar. Vəli bu sazənin içi qədimidir. Müşahidə eləyiz. Bu gözəlliğə sazə, bu növ memari İslami zamanda çox görsənək və xüsus Dövran-ı Səfəviyyədə bu tağdar memarları qədimi acurlarla işləymişlər və arasında gəclə ya məlatla puşeş verilmişlər. Taxtası da vardı. Xoş, vaxtı siz Məsirdə bir dənə karvansaray ilə rübəru olsanız, gələ ətrafına diqqətli baxasınız. Karvansarayların hamısının dibində qədimi yol olacaq. Çünki əgər yol olmasa, karvansaray da olmaz. O yollar iki karvanıdır. O Məsirdə və xüsus karvansarayının ətrafında dəvə numadı gələr. Əbrişəm yolların hamısında deyə bilirəm ki, 100% dəvə numadı vardı. Dəvə numadı həmişə dəfiniyə mərbut olmaz. Bəlkə bir cürə yolun şahısəsi imiş. Bəli, bəzən də görsənək ki, dəvə dəfiniyə mərbut olur. Həmişə bir cür karvansarayların ətrafına dəqiq baxız. Əgər bir dənə ya neçə dənə təpə müşahidə eləsəz ki, ətrafında da dəvə numadı vardı, o təpə maliyyatı olacaq. Qədim zaman tacirlərdən ki, maliyyat alaymışlar. Əksərən öcür təpələrin içində gizlədəymişlər. Bu qismətdə bizim bir tədad təpələrimiz vardı. O qismətdə bir təpə varımızdı. Bir təpəmiz də oradadır ki, bunlar təqribən bir əndazədədir. Bunlardan bir dənə yekəsi bu qismətdə vardı. Hətta bir dənə də burada varımızdır ki, bu özü təqribən demək olar ki, təbii dağdır. Bunlar da təbii dağdır. Vəli bu bir dənənin üstündə töhmə torpaqlar görsənək. Səy eləyiz ki, həmişə vaxtı ki, bir cür neçə dənə silsilə təpələrlə rübəru olsunuz. Böyüklərin təpələrin üstünə gediz. Çünki ehtimali vardı ki, karvansarayının dəfinəsi o böyük təpənin içində gizlədilər. Yəni əlavə bərin ki, karvansarayların öz içində də dəfinə olayı. Ətrafında da əgər təpə olsa, təpənin içində də dəfinə olayı. Pəs həmişə diqqət eləyiz. O qismətdə bizim dəvə numadıvarımız imiş. Mütəəssifanə o numadı vırıb sındırıblar. Və əlan o dəvədən heç asar qalmayıb. İndi keçəyəm o ələ. Cəhətهای coğrafiyayı da həmişə məddə nəzərdilər. O təpələri ki, gün çıxana sarıdılar. Yəni, vaxtı ki, gün çıxsa və əvvələ sübh ışığı təpəyə şaxsa, o təpə biz üçün ərzişli olar. Bu təpələrin hamısını bir-bir bərrəsi eləmişəm. Bunların heç birisində heç quna xas bir şey yoxdur. Vəli o bir dənə yekə təpə ki varımızdır. Təpə maliyyatı imiş. Və bir yekə dəfinə orada mətfun olmuşmuş. Həmişə səy eləyiz ki, bir cür yerləri bərrəsi eləyəndə həddi əqəl bir dənə sistem ellub yanınızda olsun. Çün bu cür yerlərdə çoxlu sikkə pəxş olayı. Tacirlərin hamısında qədim zaman sikkə olaymış, ta o sikkələr ilə alver eləyələr. Məsirimiz kollən dərədir.
Və bu yol karvansaranın böyründən soğuşub gedəymiş. Səy eləyiz ki, bücür yerlərdə nöqtəzəni işdə düz. Eləyə bilərsiniz ki, səpilən sikkələrdə tapasınız. Bu bizim bulağımız. Ki su bu nöqtədən çıxır. Bulağın üstündə bir dənə daş varımızdır. Və cəlib odur ki, bu daşın üstündə bir dənə coğan təraşlanıbdır. Bu coğan dəfinə coğanı deyil. Qəblən buna görə də xidmət üzə ərz eləmişdim. Qədim zaman bulaqların dibində coğan təraşlaymışlar ki, ta o bulağın nişanəsi ola. Tüm bulaqlar Xoşsalı zamanında quruymuşlar. Bunları təraşlaymışlar ki, bir zaman bulaq qurusa, o əşxasın nəvə nəticəsi bilələr ki, bu qismətdə bulaq vardı. Yəni coğanın üzü ilə o bulağı taparlar. Bu dəstəraşədir, vəli olar, hamımız təbiidir. Və bizim dəvə numadımız buradaymış ki, kollan dağın olubdur və vırıb sındırıblar. Bu qismətdə bir balaca təpə varımızdır ki, ətrafı da sənsin olunubdur. Bu təpə cəlib təpələrdən ola bilər. Gələ hətmən bərrəsi yoluna və sistem vurula. ehtimali vardı ki, bu cür təpələrdə də dəfinə ola. Çün karvansaraların bir dənə dəfinəsi olmayı. Bəzən görsənək ki, neçə dənə dəfinəsi olay. Təpə maliyyatı da dəfinə olay. Karvansaranın öz içində dəfinə olay. Tacirləri ki, bu məsirdə gedəymişlər. Dəfinələrin gizlədəymişlər. İndi çıxam o təpənin üstünə sarı və o yekə dəfinənin yerini siz üçün görsədəm. Çıxdım yekə təpənin üstünə. Bu təpəmiz Şuş təpədir və təpə maliyyatıymış. Qədimi yolumuzun biri o qismətdən soğuşaymış və biri də bu dərədən dönəymiş və özü yuxarıya sarı gedəymiş. Və əgər müşahidə eləsəz, görəcəksiniz ki, bu təpənin tinində yekə daşlar vardı. Bu daşların hamısı bura əl ilə qurulubdur. Təpənin heç nöqtəsində belə daşlardan yoxdur. Bunlar hamısı əl işidir. Çün təraşları var idi. Bu sazə bir yekə dəfinən sazəsiymiş ki, təxliyə olunubdur. Təraşlanmış daşlara baxız. Hamısı bu sazənin içindən çıxıbdır. Həzmə daşlara baxız. Bu dəfinənin omqi biraz da çox imiş. Üstü mürurə zamanla dolubdur. Bunun omqi 5 metr ancaq çıxır. Pəs bu nümunə işimiz bir karvansaranın təpə maliyyatısıymış. O bizim karvansaramız, bizim yolumuz və təpələri ki, rədifi vardılar. Bunlar hamısı təbii təpədir. Bəli, bu təpəmizin üstü dəstazdır. Ruberuda da təpə vardı ki, onda da xas marid yoxdur. Bizim əsli işimiz bu nöqtəymiş. Bir gözəl iş və fövqəladə iş. Bəzən görsənək ki, həcmi var ki, buradan çıxır. Yəni təpə maliyyatların içindən. Hətta 200 kilo ancaq da çıxır. Pəs bir cür təpələri sadə təpə bilməyiz. O qismətlərdə yenə də sazələrdən vardı ki, vəli dəfinə sazəsi deyil. Onlar da oturaq yeriymiş. Gələk bir cür yerlərin hamısın
nöqtəzən vuraq. Çün imkanı vardı ki, şansımızdan dəfiniyə rast gələk və səpələnmiş sikkələri tapaq. Bücür yerlərdən bəzən balaca qullər çıxır ki, içində 10 dənə, 20 dənə və bir tədat sikkə olur. Əgər karvansəramızın qidməti İslamdan qabaq olsa, əlavə bərin ki, gələk o məntəqənin və karvansəranın dəfinəsini dalıca olaq. Gələk axtaraq, ətrafında da qəbristanı tapaq. Çün əgər qəbristan olsa, o qəbristan qəşəng qəbristandan ola bilər. Çün bunlar hamısı tacir imişlər və yanlarında əmval və sikkələri yola imiş. Vəli mütməindən İslami karvansəraların əgər qəbristanı da olsa bir ərziş olacaq. Çün İslami qəbirlərin içindən bir şey çıxmayıb. Və çün bu karvansəramız İslamıdır və təqribən 400-500 il qidməti vardı. Buranın qəbristanı əgər də olsa bir ərziş olacaq və fəqət gələk dəfinəsini dalıcaq olaq. Çiğdəmanlara baxız. Və yeri də vardı ki, bu suala da cavab verim ki, bir dənə yoldaşlarımız soruşmuşdu və əzizimiz bu sualı soruşmuşdu ki, aya İslam zamanıda dəfinə üçün numaddan istifadə eləmişlər, ya numadların hamısı İslamdan qabağa mərbutdular. Ərz eləyim ki, İslam zamanında da bizim çoxlu dəfinəmiz varımızdı və əksərində numadları heyvani numad imiş. Pəs fikr eləməyiz ki, vaxti bir numadla rübəri olaysınız. Məsələn, dəvə numadı ilə, bağa numadı ilə, dovşan numadı ilə hamısı İslamdan qabağa mərbutdular. Xeyr, İslam zamanıda çoxlu numadlar təraşdan imişlər ki, dəfiniyə mərbut imişlər. İslam zamanı da çoxlu qulləşlər və casazlar gizlədiləymişlər. Və numadların da çoxu casaza mərbut olay. Bunların nöqtə və nöqtəsində gələk nöqtəzən gəzdirək. İnşallah ki, bu video və bugünkü amuzəşlərim siz üçün müfid və müəssir vaqe olmuş olar. Əgər videonu bəyənsiniz, həttəmən like'larınızı yatız. Yenə də gələn videoda görüşərik. Ya haqq.